Xoş gördük əziz dinləyicilər. İran gərginliyi fonunda bir zərbə də Avropa Birliyindən gəldi. Avropa Birliyi bu günləri İranın ordusu olan İnqilab Keşikçiləri Korpusu, yəni Sepahı terrorçu siyahısına saldı. Əlbəttə kimlərsə fikirləşə bilər ki, bu terrorçu siyahısına salmaqla nə əldə olur, nə olur? Amma bir anlıq düşünün ki, bir dövlətin ordusunu terrorçu siyahısına salalar. Bunun ən çox böyük mənası ondan ibarətdir ki, yəni İran ətrafında olan o gərginliyi, yəni İran rejiminin məhvi, İran rejiminin götürülməsi üçün həm də bir siqnallardan biridir. Yəni bu artıq İranın bütün rıçaqlarını, bütün dünya terrorçu siyahısına salmaqla o hökumətin, o rejimin ortada qalmaq imkanlarının da tamamilə azalmasının, tamamilə yoxa çıxmasının bir mesajıdır. Əlbəttə biz Avropa Birliyinin bu necə deyirlər, qəbul etdiyi planı bu formada da başa düşə bilərik. İkinci, bugün İranın həqiqətən İran xilas eləyə biləcək şəxslərindən biri olan Mir Hüseyn Musəvi, bu da Azərbaycan milliyyətinə məxsus olan bir siyasətçidir. Mir Hüseyn Musəvini 15 ildir, bilirsiniz, İranda ev dustağına saxlamaq bir azarı var deyək. Mir Hüseyn Musəvi də 15 ildir siyasi məhbus, yəni ev dustağı olan bir insanlardan, bir siyasi rəhbərlərdən biridir ki, məsələ 15 il bundan əvvəl də apardığı böyük bir kampaniya nəticəsində bütün Azərbaycanlılar da, bütün demək olar ki, İranın da dəstəyini almışdı. Ondan qorxub onu ev dustaqlıq elədilər. Bu günləri o da bir bəyanat verib. Onun da bəyanatı bundan ibarət ki, bəli, artıq rejim, oyun bitdi. Bitti, qutarın, keçin daha hər hansı bir konstitusiya islahatına keçin, rədd olun, gedin ki, daha heç olmasa İran xalqı bir gün görsün. Çünki o qədər İran hökuməti, İran rejimi dalana dirənib ki, xalqın artıq deyir imkanları yoxdur. Nə xalqın səni yıxmaq imkanı var, nə də xalqın səninlə barışmaq imkanı var. Yəni bu barədə bir açıqlama verib. Əlbəttə Mir Hüseyn Musəvi həqiqətən İranı xilas eləyə biləcək şəxslərdən biridir dönəmində. Çünki böyük bir tərəfdarları vardı. Bax, bizim çatdırmaq istədiyimiz əsasən bundan ibarətdir. Bəzi insanlar biz İrandan yazan kimi o saat o trollar düşür, başsız bədənlər düşür ortaya, bütün həyatını Xamneyinin müəyyən hissəsinə qurban vermiş insanlar düşür ortaya. Güya biz olduq siyonist, bunlarsa ağıllı adamlar. Və bütün dünyanın gəldiyi proses bundan ibarətdir. Əlbəttə biz ümumiyyətlə Azərbaycanı düşünəndə Azərbaycanın bugünkü dönəmi üçün, inanın mənə İranın zəif qalması, amma İranın rejiminin məhv olmasını heç də Azərbaycan xalqının xeyrinə deyil. Azərbaycan xalqının xeyri bundan ibarətdir ki, İran zəif qalsın, İran regionda təsir imkanları tamamilə itirsin ki, bu günləri itirib, amma əlbəttə ki, onun vahidliyi bu formada qalsın. Amma nəyin bahasına olursa olsun, bunu da anlamaq lazımdır ki, İranda rejim dəyişikliyinə çalışırlar. İranın dağılması, İranın sökülməsi, heç kəs bundan maraqlı ola bilməz. İran xalqı böyük bir xalqdır, İran xalqının böyük hissəsi Azərbaycanlılardır və həqiqətən onlar da bugün ümidsiz vəziyyətdədirlər. Və yaxud da İranın özündən də, bəzən bu barədə deyirlər ki, Azərbaycanlılar bəs ağanı dəstəkləyirlər. Bu gün İranın özündə də bir siyasət var. O siyasət bundan ibarətdir ki, elə ki Azərbaycanlıları istəmirlər çıxsınlar, Pəhləvini ortaya atırlar. Çünki Azərbaycan xalqı Pəhləvilərə də nifrət edir, İran rejiminə də nifrət edir. Və o günləri bir Cənublu Azərbaycanlının bir açıqlaması da vardı. Deyir, biz ortaya qalxmadıq, hökumətə müraciət edir. Biz qalxmadıq, o deməkdir ki, sizi sevirik. Biz qalxmadıq ona görə ki, Pəhləviyə də nifrət edirik, sənə də nifrət edirik. Biz bir nifrət elədiyimizi yığıb, digər nifrət elədiyimizi gətirməmək üçün qalxdı. Ona görə bugün mən düşünürəm ki, Azərbaycan xalqı üçün də həm şimallı, həm cənublu Azərbaycan üçün rejimin dəyişməsi, amma İranın dağılmaması daha xeyirlidir. Təşəkkür edirəm diqqətinizə görə.